Salam, gəlin bugün 8-ci sinif dərsliyində verilən 3-cü tapşırığa baxaq. Tapşırıqda bizdən təyinləyici açardan istifadə edərək bitkiləri müəyyən etməyimizi istəyir. Şəkildə sxem verilib. Sxem bəli və xeyr cavabları ilə bitkiləri qruplara ayırmışdır. Gəlin birlikdə bu həmin qruplara ayrılan bitkiləri müəyyən edək. Toxuma və orqanlara malikdir. Əvvəlcə xeyr olan hissə ilə başlayaq. Bir nömrə yazılmışdır. Toxuma və orqanlara, yəni demək istəyir ki, malik deyil bu bitki. Bu bitki yosun bitkisidir. Şəkildə verilmişdir. Bir nömrə yosundur. Toxuma və orqanları yoxdur yosun bitkisinin. Onun əvəzinə tallımları vardır. Toxuma və orqanlara malikdir. Bəli olan hissəsində sporla çoxalır. Bəli, dişi bitki üzərində ziqotdan ayaqcıqlı qutucuq inkişaf edir. Bəli, 4 nömrə olan bitki yaşıl quş mamırıdır. Dişi bitki üzərində ziqotdan ayaqcıqlı qutucuq inkişaf edir. Xeyr, 3 nömrəli olan bitki isə qıcı bitkisidir. Qıcı bitkisinin yarpağı verilmişdir şəkildə. Keçək digər hissəyə. Sporla çoxalır. Xeyr. Toxumları dişi qozaların daxilində əmələ gəlir. Bəli, 2 nömrəli olan hissə çapaq toxumlu bitkidir. Şam ağacının şəkli verilmişdir. Toxumları dişi qozaların daxilində əmələ gəlir. Xeyr, bu örtük toxumlu bitkidir. Yəni toxumun düşeymində 2 ləpə var. Örtük toxumlu bitkilər 1 ləpəli və 2 ləpəli olmaqla 2 yerə bölünür. 2 sinfi mövcuddur. Deməli 2 ləpəsi var. Xeyr. Yəni bu 1 ləpəlidirsə 5 nömrə olacaq 1 ləpəli bitki olan qarğıdalı bitkisi. Toxumun düşeymində 2 ləpə var. Bəli, meyvəsi şirəlidir. Bəli, 6 nömrəli olan rəqəm isə 2 ləpəli bitkilərə aiddir. Alma bitkisidir. Şirəli meyvəsi var. Meyvəsi şirəlidir. Xeyr, meyvəsi bir toxumludur. Bəli, meyvəsi yəni şirəli meyvə olmasın, bir toxumlu meyvə olsun. 8 nömrəli bitki olacaq günəbaxan bitkisi. Meyvəsi bir toxumlu deyil. Xeyr, yazıb. 7 nömrəli bitki isə lobiya bitkisidir, yəni paxla, yəni çox toxumlu bitkilərə aiddir. İzahımız bu qədər.